Gözəlliyi bütün dünyanı özünə heyran edən Alanya şəhərinin girişindəyik dəyərli dostlar. Burada sağda Toros dağları, solda Aralıq dənizi ilə bu şəhər əhatələnib. Az sonra şəhərə daxil olur, ən gözəl istirahət mərkəzləri ilə sizi tanış eləyəcəyəm. Bu gördüğünüz 5 yıldızdan ibarət otelle sizi tanış eləməyə gəlmişəm. Bura 6 mərtəbədən ibarət Lumos Deluxe otelin foyesidir. Burada nə az nə çox 332 otaq var. İndi isə qalxırıq yuxarı otaqlarla tanış olmağa. Lumos Deluxe otelin bu otağının komfortuna söz ola bilməz. Elə görüntülər var ki, orada danışmaya ehtiyac yoxdur. Sizi bu mənzərə ilə baş-başa buraxıram. Gəldik Lumos Deluxe'un restoranına. Dünyada ağla gələ biləcək bütün ləzzətlər burada var. Və ən əsası ödənişsizdir. Bu gördüğünüz mekanda isti və soyuq içkiyə aid olan hər şey var. Və hər şey ödənişsizdir. Lumos Deluxe'a aid olan bu havuzu isə digərindən fərqli olaraq sakit bir ortamdır. Burada əgər istirahət etmək istəyirsinizsə, gördüyünüz bütün şərait var. Dostlar, bura Lumos Deluxe otelə bağlı olan Akvapak'dır. Uşaqlar üçün oyun zalı. Deluxe'a aid olan açıq mətbəx burada da var. Akşam əyləncə müddətində istədiyiniz hər şeyi buradan yeyib içə bilərsiniz. Lumos Deluxe otel futbol meydançasında təşkil edib sizlərə. Lumos Deluxe'da cənnət var, cənnət. Ancaq gəlməklə görə bilərsiniz. Voleybol oynamaq üçün də şərait var. Söhbət Lumos Deluxe'dan gedir. Aralıq dənizinin sahilindəyik dəyərli dostlar. Lumos Deluxe'a aid olan bu gördüyünüz mavi bayraqlı plyaj sizi yolunuzu gözləyir. Burada bütün negativlərinizi atacaqsınız. Bəli dostlar, Alanya'da, Damlataş'da dünyaca məşhur olan Kleopatra plyajındayıq. Dünyanın hər yerindən buranı ziyarətə gələnlər var. Bu gördüyünüz və bildiyiniz bizim Aralıq dənizidir. Türklər Akdəniz deyir. Suyu çox duzludur, amma temperatur demək olar ki, fəsildə rahat çimmək üçün uyğundur. Eyni zamanda bu yuxarıda gördüyümüz də Alanya'nın simvolu hesab olunur. Alanya Kalesi deyirlər, Qızıl Qulə. Yuxarıda da gördüyünüz kanatlar var. Yəni burada istirahət üçün hər şərait var. Sadəcə olaraq ömrümüzün bir hissəsini sərf edib buranı gəlib görmək lazımdır. Alanya'nın simvolu olan Alanya qalasının ən yüksək zirvəsindəyik dəyərli dostlar. Buradan bütün şəhər görsənir. Yəni bütün şəhər ayaqlarının altındadır. Hətta görəmədiyimiz yerə qədər Alanya hesab olunur. Alanya qalası tarixi bilgiləri ilə zəngin bir qaladır. Bəli dostlar, gəldik Alanya'nın sahil xəttində Qızıl Qala deyilən qalanın ətəyinə. Qızıl Qalanın çox zəngin tarixi var. Daşları qızıl olduğu üçün o adı veriblər ona. Və bu arxada gördüyümüz də bildiyimiz tərsanə olub əvvəl. Tarixən gəmilər gəlib orada lövbər atırlarmış. Bu
sahil xəttinin digər plyajlardan fərqi bilirsiniz nədir? Buraya gələn insanlar ən çox restoranlar var deyə burada. Həm yeməklərini yeyib istirahət edirlər, həm də dəniz mənzərəsi onları cəlb edir bura. Hətta bir şey də diqqətimi çəkdi. Yeni evlənən cütlüklər nikah qıyandan sonra burada gəlib fotolar çəkdirirlər, video çəkirlər. Yəni buranın simvolik bir mənası var. Özünə məxsus bir ab-ı havası var. Alanya'da qalın. İndi də sizi bu Aralıq dənizinin möhtəşəm mənzərəsi ilə baş-başa buraxıb sağollaşıram. Xoş istirahətlər, əziz dostlar.